Salam əziz şagirdlər və imtahana hazırlaşan dəyərli müəllimlər. Bugünkü videomuz çərçivə sənədinə yeni əlavə olunmuş, həmçinin də 6-cı sinif dərsliyinə yeni əlavə olunmuş Qanlıdaş əfsanəsinin izahı barədə olacaq. Biz əsərin həm məzmununa, həm təhlil xüsusiyyətlərinə, sonda isə məzmunla bağlı sualların izahına baxacağıq. Əsərin məzmunu ilə tanış olaq. Şirvan diyarı yenə qanlı qadalı günlərini yaşayır. Deməli, bu cümlədən bizə aydın olur ki, hadisələr Şirvan ərazisində baş verir və yenə dediyinə görə ilk deyildi bu hadisələrin baş verməsi. Əvvəllər də Şirvanın qanlı qadalı günləri olmuşdu. Yağı düşmən ölkəyə hücum edərək yavaş-yavaş Şamaxıya doğru irəliləyir. Deməli, yağı düşmən əvvəlcə ölkəyə hücum eləyir, yavaş-yavaş isə Şamaxıya doğru irəliləyir. Kolanı obasının igidləri düşmənə qarşı müqavimət göstərmək üçün toplanır və Dəmir dağı özlərinə igid başı təyin edirlər. Diqqət etsək, burada xüsusi bir obanın adı çəkilir. Kolan obasının igidləri düşmənə qarşı müqavimət göstərmək üçün özlərinə kimi başçı təyin edirlər? Həmin obanın igidlərindən biri olan Dəmir dağı. Düşmən sərkərdəsi Şamaxı qalasını almağın asan olmayacağını bildiyi üçün yorğun qoşununa 3 günlük istirahət verir. Düşmən nə üçün qoşununa istirahət verir? Qoşun yorğun idi, çünki uzaq yoldan gəlmişdi. Həm də ki, Şamaxının alınmasının asan olmayacağını anlayırdı. Dəmirdağ və onun igidləri düşmənin üzərinə gecə vaxtı qəfildən hücum edirlər və onlara rahatlıq vermirlər. Xeyli itki törədirlər. Dəmirdağ təkcə igidliyi və fiziki gücü ilə deyil, həm də düzdüyü mənalı bayatılarla el arasında böyük hörmət qazanmışdı. Deməli, bu nüansı da diqqətdə saxlayaq. Həm igid idi, qoçaq idi, vətənpərvər idi Dəmirdağ, həm də ki, gözəl bayatılar qoşurdu. Kolanı elim mənim, arxamda selim mənim, dirikən qibləgahım, ölərsəm görüm mənim. Bu bayatıdan da aydın olur ki, Dəmirdağ öz elinə, obasına necə bağlı, vətənpərvər bir obrazdır. Dəmirdağ ilə elin ağıllı və gözəl qızı olan Sona bir-birlərini sevirlər. Onların görüş yeri Cüyürlü meşəsinin tən ortasında, Sıldırım qayanın ətəyində yerləşən Çapıq daşın yanı idi. Hara idi? Buna diqqətlə nəzər salaq. Cüyürlü meşəsinin ortasında, Sıldırım qayanın ətəyində yerləşən Çapıq daşın yanı. Onların bu pak məhəbbətinin və ət peymanının ilk şahidi də elə bu Çapıq daş və ətrafındakı lalələr olmuşdu. Növbəti gecə hücumların birində düşmən ordusunda böyük təşviş yaranır. Dəmirdağgil düşmənin 2 seçmə pəhləvanını da əsir götürürlər. Buna qəzəblənən düşmən sərkərdəsi bütün Kolanı obasının qocasını, uşağını, qız gəlinini meydana yığır və hədəliyir. Əgər Dəmirdağın və yoldaşlarının yerini göstərməsəniz, hamınızı qılıncdan keçirəcəyəm. Deməli, bizə suallarda belə bir səbəb-nəticə əlaqəsi verilə bilər ki, düşmən nə üçün qəzəblənmişdi? Çünki Dəmirdağgil bir gecə yenə düşmən üzərinə hücum etmişdilər və düşmənin hətta 2 seçmə pəhləvanını da əsir götürmüşdülər. Düşmənin isə necə qəddar bir düşmən olduğunu onun nitqindən biz müəyyənləşdirə bilərik. Əgər Dəmirdağın və yoldaşlarının yerini göstərməsəniz, hamınızı qılıncdan keçirəcəyəm. Yəni, burada artıq hamınız deyərkən dinc əhalini, uşaqlar, böyüklər, qocalar hamısı nəzərdə tutulur. Cəmaatın ölüm təhlükəsini görən Sona sükutu pozur və irəli çıxır. O, düşmən ordusunu Dəmirdağgilin gizləndiyi yerə aparacağını bildirir. Sona deməli, burada bir taktikadan istifadə edir. Düşməni alladır və onlara söyləyir ki, sizi Dəmirdağgilin olduğu yerə aparacağım. Lakin Sonanın burada niyyəti fərqli idi. Sona düşmən ordusunu meşənin dərinliklərinə, sıldırım qayalara tərəf apararaq azdırır. Sonda onları Çapıq daşın ucaldığı sıldırım qayanın başına gətirir və düşmənə üst tutaraq deyir: Bax, Dəmirdağın yerini bu daşdan soruşun. Və özünü sıldırım qayadan aşağı atır.
Baş verən qəfil hadisədən düşmən çaşbaş qalır. Elə bu vaxt Dəmirdağın igidləri hücum edərək düşməni darmadağın edirlər. Sonanın məqsədi də məhz bu idi. Dəmirdağ gilə vaxt qazandırmaq, fürsət qazandırmaq, düşməni yorub əldən salmaq. Dəmirdağ canından çox sevdiyi Sonanı axtarır və nəhayət onu çapıq daşın yanında qayanın qanına qaltan olunmuş vəziyyətdə tapır. Deməli, çapıq daş hansı ki bunların sevgisinə ilk şahid olan yer idi və sonluqda isə Dəmirdağ öz sevdiyi qızı həmin çapıq daşın yanında qanına qaltan olmuş vəziyyətdə tapır. Sona son dəfə gülümsəyərək gözlərini əbədi yumur. Suallarda bizdən soruşa bilər ki, Dəmirdağ Sonanı tapanda Sona artıq ölmüşdü. Xeyr, bu belə deyildi. Sonanın hələ nəfəsi üstündə idi və o son dəfə Dəmirdağın üzünə gülümsüyür, daha sonra gözlərini əbədi yumur. Dəmirdağın fəryadından dağlarda səda qopur, lalələr titrəyir. Sona üçün deyilən bu fəryad bayatılara çevrilir. Mən aşiqəm qanlı daş, qanlı qaya, qanlı daş. Düşmən yağı düşməndir. Niyə oldun qanlı daş? O gündən etibarən həmin çapıq daş xalq arasında nakam məhəbbətin və vətən sevgisinin rəmzi kimi qanlı daş adlanmağa başlayır. İndi isə əsərimizin ideya və bədii təhlilinə nəzər salaq. Əsərimiz əfsanə janrındadır. Əfsanə bilirik ki, şifahi xalq ədəbiyyatının epik növünün ən qədim janrlarından biridir. Əfsanələrin də müəyyən qrupları var, hansılar ki, yer adları ilə bağlı əfsanələr, heyvanlarla bağlı əfsanələr, səma cisimləri ilə bağlı əfsanələr. Gördüyümüz, oxuduğumuz bu əfsanə yer adları ilə bağlı olan əfsanələr qrupuna aiddir. Burada müəyyən bir yer adını daşın yaranma səbəbi fantastik və ya real hadisələrlə əlaqələndirilir. Əfsanəmizin mövzusu vətənə məhəbbət, yadelli işğalçılara qarşı mübarizə, namus və sədaqət, nakam məhəbbət mövzusundadır. İdeyası isə vətən və xalq naminə şəxsi xoşbəxtliyindən, hətta canından keçməyin müqəddəsliyi, bu isə bizə Sona obrazının timsalında verilmişdir. Canından keçmək məsələsi. Əsərimizdə nəsr və nəzm sintez təşkil edir. Yəni, əsərin hekayə hissəsindən Dəmirdağın söylədiyi bayatılar hissəsi sintez təşkil edir. Bu da xalq əfsanələrinə xas olan bədiliyi artırır. İndi isə gəlin obrazların səciyyəvi xüsusiyyətlərinə baxaq. Dəmirdağ, Kolanı obasının igid başı, cəsur, vətənpərvər, strateji düşüncəyə malik rəhbər və incə qəlbli xalq sənətkarıdır. Çünki o bayatılar da qoşurdu. Xalqın azadlığı üçün çarpışan bir obrazdır. Sona, elin ağıllı, kəmallı, gözəli, eyni zamanda böyük cəsarət və fədakarlıq nümayiş etdirən qəhrəman qadın obrazıdır. O, el obasını qırğından xilas etmək və sevgilisinə xəyanət etməmək üçün canını qurban verir. Dinc əhalini xilas edərkən düşmən də tələyə salır. Düşmən sərkərdəsi isə qəddar, mərhəmətsiz, qorxaq və hiləgər işğalçı tipidir. Çünki o, mülki insanları, qocaları və uşaqları ölümdən hədələyir. İndi isə biz mətn əsasında hazırlanmış suallara nəzər yetirək. Birinci sualda deyir ki, düşmən sərkərdəsi Şamaxı üzərinə gedərkən qoşununa niyə 3 günlük istirahət verir? Əsərimizin izahına başlamazdan əvvəl demişdik ki, çünki qoşun neçə vaxt idi ki, yol gəlirdi, tamam əldən düşmüşdü. Sərkərdə bilirdi ki, Şamaxı qalasını almaq asan olmayacaq, ona görə də yorğun qoşuna istirahət vermək qərarına gəlir. İkinci sualda soruşur ki, Dəmirdağ təkcə igidliyi ilə deyil, el arasında daha nə ilə tanınmışdı? Cavab isə Dəmirdağ el arasında təkcə gücü və şücaəti ilə deyil, həm də düzlüyü, bədiliyi və fəlsəfəsi yüksək olan bayatılarla ad çıxartmışdı. Üçüncü sualda soruşur ki, Sona və Dəmirdağın ilk əhd peymanının şahidləri nələr idi?
deməli, onların görüş yeri olan Cüyürlü meşəsinin ortasında sıldırım qayanın ətəyində yerləşən çapıq daş və ətrafındakı lalələr onların ilk ət peymanının şahidləri olmuşdu. Düşmən sərkərdəsi Kolanı obasının əhalisini yığıb onları nə ilə hədələdi və tələbi nə oldu? Cavab: sərkərdə bildirdi ki, əgər Dəmirdağın və onun yoldaşlarının yerini göstərməsələr, meydandakı bütün qocaları, uşaqları və qız gəlinləri qılıncdan keçirəcək. Sonanın düşmən ordusunu qarşısına çıxmaqda əsas məqsədi nə idi? O xəyanət edirmi? Cavab isə xeyr, xəyanət etmir. Onun əsl məqsədi el obasını qırğından xilas etmək və eyni zamanda düşməni aldadaraq geri dönüşü olmayan sıldırım qayalığa aparmaq, beləliklə Dəmirdağgilə qalib gəlmək üçün şərait yaratmaq idi. Əsərin sonunda çapıq daşın qanlı daş adlandırılmasının səbəbi nə idi? Sonanın özünü qayıdan ataraq həmin daşın üzərində qanına boyanaraq şəhid olması və Dəmirdağın daşın başında oxuduğu qəmli fəryad bayatısından sonra bu daş xalq arasında nakam və müqəddəs sevginin rəmzi kimi qanlı daş adlandırıldı. İzlədiyiniz üçün, dinlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın. Hər kəsə uğurlar.